Salam əziz valideynlər və şagirdlər. Mən sizlərə 2-ci sinif riyaziyyat iş dəftərinin tapşırıqlarının izahını verəcəm. Birinci tapşırıqdan başlayaq. Hansı şəkildə konfetlər bərabər paylanıb? Həmin təsvirləri qeyd et. Baxırıq, hansı şəkildə konfetlər bərabərdir? Baxın, 4 qab var, hərəsinin içində 3 konfet var. 4 dəfə 3-ün 12-dir. Bərabər paylanmışdır. Burada 3 qab var. Burada 3 konfet var. Burada konfetlərin sayı daha çoxdur. Burada 5 konfet var. Gördüyünüz kimi burada bərabər paylanmayıbdır. Digər şəklə diqqət edək. Birinci qabda 3 konfet var. Digərində 4, digərində 2 bərabər paylanmamışdır. Bərabər o deməkdir ki, hər qabda eyni sayda olsun. Burada isə 7 konfet var. Burada da 7 konfet var. Demək ki, bərabər paylanmışdır. 7, 7. 2 qabın hərəsində 7 konfet. Növbəti tapşırığa baxaq. Təsvirə əsasən boş xanalara uyğun ədəd yaz. Baxırıq, ümumi nöqtələrin sayı 21-dir və 3 qrup var. 1, 2, 3. 21-i 3-ə bölsək. Baxın. Bir dənəsində neçə nöqtə edir? 7. Demək ki, 21-i 3-ə böləndə 7 edəcək. Burada baxırıq, 28-i bölüb 7-yə. Ümumi nöqtələrin sayı 28-dir. 1, 2, 3, 4, 5, 6, 7. 7 qrup var. Hərəsində də 4 dənə nöqtə olmuş olacaq. Yəni 28-i 7-yə böləndə 4-ü düşür. Ümumi 25 nöqtə var. Neçə qrup var? 1, 2, 3, 4, 5. Qrupların sayına bölməklə hər qrupdakı nöqtənin sayını almış oluruq ki, bir qrupda 5 nöqtə olmuş olacaq. Nöqtələri verilən sayda qruplara bərabər payladıqda hər qrupa neçəsi düşər? Dairələrin içərisinə nöqtələr qoymaqla göstər. Bölünən və qisməti uyğun xanada yaz. Baxaq. Baxırıq, 4 qrup verib. Nöqtələrin ümumi sayına baxsaq. 1, 2, 3, 4. 4 qrup var. Hərəsində də, hər qrupda da 3 nöqtə var. 4 dəfə 3 edir 12. 12-ni 4-ə böləndə edir 3. Demək ki, hərəsində 3 nöqtə edəcək. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Növbəti baxırıq ki, 3-ə bölübdür və gördüyümüz kimi 3 qrup var. Nöqtələrin ümumi sayı 1, 2, 3, 4, 5. Hər qrupda 5 dənə, 5 dəfə üçün 15. 15-i 3-ə böləndə düşür 5-i. Yəni hər qrupda 5 nöqtə olmuş olacaq. Digərinə baxırıq. 1, 2, 3, 4. Bir qrupda 4 nöqtə var. Neçə qrupumuz var? 5 qrupumuz. 5 dəfə 4-ün 20-dir. 20-ni 5-ə böləndə 4-ü düşür. Hər qrupda 4 nöqtə olacaq. Davam edək. Dərzi 18 düyməni 3 köynəyə bərabər sayda tikdi. O hər köynəyə neçə düymə tikdi? Düymələri köynəklərlə birləşdir və bölmə məlinə aid misal yaz. Baxın, deyir, dərzi 18 düyməni 3 köynəyə bərabər sayda tikdi. 18 dənə düyməmiz var. 18 dənə düyməni 3 köynəyə bərabər tiksək, neçəsi düşəcək? 6-sı. Demək ki, hər köynəyin üzərində 6 dənə düymə olmuş olacaq. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Davam edək. Şəklə əsasən boş xanaya uyğun ədədi yaz və məsələni həll et. Nənə səbətdə olan 15 şaftalını boşqaba bərabər paylamaq istədi. O hər boşqaba neçə şaftalı qoymalıdır? Baxın, 15 dənə səbətdə şaftalı var və 3 dənə boşqabımız var. 15 şaftalını 3 dənə səbətə bərabər sayda yığmaq istəyir. 15-i bölürük 3-ə. 15-i 3-ə böləndə düşəcək 5-i. Hər boşqabda neçə şaftal olacaq? Hər boşqabda 5 şaftal olmuş olacaq. 5-i burada olacaq. 5-i burada. Elədi 10. 5-i də burada edəcək 15. Növbəti tapşırığa baxaq. Sinifdə 3 pəncərə var. Şagirdlər 12 dibçəyi hər pəncərənin qabağına bərabər sayda yerləşdirmək istədilər. Onlar hər pəncərənin qabağına neçə dibçək qoymalıdırlar? Ümumilikdə 12 dənə dibçək var, əziz şagirdlər. Sinifdə 3 dənə də pəncərə var. 12 dənə dibçəyi bərabər sayda olmaqla 3 pəncərənin ağzını necə düzə bilərik? 12-ni bölürük 3-ə.
edəcək 4. Demək ki, hər pəncərənin qabağında 4 dənə dipçək olmuş olacaq. 7-ci məsələyə baxaq. Şəklə əsasən bölməyə aid məsələ qur və həll et. Şəklə diqqət edirik, görürük ki, boşqabda almalar var və 4 dənə boşqab var. Məsələni necə qura bilərik? Qura bilərik ki, boşqabda 12 alma var. Bərabər sayda olmaqla bu almaları 4 boşqaba necə yerləşdirmək olar? Bu cür yaza bilərsiniz məsələnin şərtini. Həlli də o olar ki, 12 dənə almadır. 4 dənə boşqaba yığsaq, 12-ni 4-ə bölmüş oluruq və hər boşqabda 3 dənə alma olmuş olacaq. 3, 3, 3. 4 dəfə 3-ün 12 etmiş olur. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti